Adəm əleyhissalamın tövbəsində İmam Hüseynin əzadarlığı iştirak edir. Deyir, o adları görür göyün üzərində. Hələ bunlar yaranmayıb. 5 nəfərin nurunu görür. Deyir, adlarını bir-bir çəkir. Bilirsiniz də ətraflı danışmıram. Həzrət İmam Hüseyin əleyhissalama çatanda deyir, bu adam kimdir ki, onun adı çəkiləndə məni qəhər boğdu. Onun adında nəsə var. Mənim boğazımı qəhər boğdu. Allah deyir ki, o Hüseyindir, onu şəhid. Allah müsibətin deyir, rozə məclisi ilə başlayır yaradılır. Allah müsibətin deyir, rozə məclisi ilə başlayır yaradılır. Adəm deyir, ağlayır və bağışlanır. Ərşin sahibi olan Allah pakdır və müşriklərin ona aid etdikləri sifətlərdən uzaqdır. Allaha həmd olsun, onu tərifləyərək uca tut. Göylərdə və yerdə nə varsa Allaha məxsusdur. Allah zəngindir, tərifə layiqdir. Ey insanlar, siz Allaha möhtaçsınız. Allah isə zəngindir, tərifə layiqdir.